Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Nəhayət ki, nə gəldi? Şəxsi tikili ev gəldi Şuvalanda. Hamımız arzuluyordunuz ki, şəxsi ev istəyirik, şəxsi ev istəyirik. Bu da gəldi. Bax gözləyirəm sizi, zəng eləyin. Mütləq. Qaçırmayın bu şansı. Deməli, Şuvalanda əla bir yerində 7 sotun içində şəxsi əşyalarının elə bir 50% qalacaq evin içində. Amma bu günlər çıxdı bu qiymətlə 380 minə. Təbii ki, aşağı yeri olacaq. Bu verandasıdır, oturub dincəlmək üçün. 1, 2 dənə mətbəxi var burada. İndi hamısını sizə izah edəcəm. Əla evdir. Yəni bəyənərsiniz. Hər şey öz qaydasındadır. Bir dənə həyətini çək göstərək. Hələ baseynin uzunluğu 12 metrəyə yaxındır. Gəl. Kim alsa Allah xeyir versin. Deməli, bura yay mətbəximizdir. Burada oturmaq üçün, belə dincəlmək üçün yeri var. Gəl bura. Görün nə qəşəng, səliqəli, zövqləndir. Əla evdir. Yəni, inanıram ki, bu evi videoda görəndən sonra gəlib deyəcəksiniz ki, gələk baxaq evə. Baxın, buna bax. Belə ev görmüşdünüz, hörmətli izləyicilər. İsti poldur, yay mətbəxidir. Otur burada dincəl. Özün üçün. Şahmat oyna. Burada yerləşir sanuzyolu, hamamdan ayaq yolusu. Nə səliqəli, hamısı qaydasındadır. Bir qəpik pul qoymayacaqsınız. Bu bağı kim alsa, bir qəpik pul xərcləməyəcək. Gəlib girəcəksən, mebelinə bax. Görün nə ideal vəziyyətdədir. Bu hamısı şərt deyə. Bunları niyə görə çəkib göstərirəm? Bir dənə təmizliyə baxın, bir dənə səliqəyə baxın. Gəl. Bu bağı bağçası. Söz verdiyim kimi. Bax, burada gördünüz yay mətbəxi. Bura əslində əvvəl belə açıq bir yer idi. Ev sahibi buranı bir dənə də mətbəx ediblər. Baxın. Nə qədər istəyirsiniz qonaq qəbul edə bilərsiniz burada. Buranın özünün ayrıca, bax orada fikir verin, kombisi oradadır. Yəni buranın kombisi evə dəxli yoxdur. Gəl. Evimizin sənədləri tam qaydasındadır. Kupçadır, çıxarışdır. Kim alsa Allah xeyir versin. Ürəkdən deyirəm. Həqiqi əla evdir. Gəl. Yəni siz kanalda görürsünüz bir çox evlər bəyənilsin. Hovuzumuzu sizə göstərəcəm. Daşma hovuzdur. Uzunluğu 12 metrdir. 12-nin 4 metrəyə. Yəni bu şərtdir. Bu hər yerdə olmur belə. Uzun baseyn. Daşma hovuz. Bax buradan çıxdınız baseyindən. Bax burada qapısı. Bax. Burada belə bir qapısı. Qapıdan çıxdınız. Burada duşu. Evin arxasından buradan keçmək olar. Onu çəkməyə ehtiyac yoxdur. Orada da topiki evin kombisi bax burada yerləşir. Bu hissədən gedirsiniz. Evimizlə tanış olacağıq. Hamısı rişotkalar zat, hamısı vurulub. Səliqəli. Kim alsa Allah xeyir versin. Gəl. Gəl çəkəyə göstərək. Deməli, girən kimi bura qonaq otağıdır. Yəni, çək görsək. Tavanı hardasa bir 3.70'dir. 3.70. Gördünüz də səliqə. Bir də xatırladım, evin bəzi əşyaları qalacaq, bəziləri götürülür. Amma hazır əqqabı çıxar gir evdir. Bura evimizin mətbəxi olubdur. Əslində mətbəxidir. Mətbəxi buradadır. Yəni ev sahibi buradan belə deyək də mətbəx kimi istifadə eləmir. Bax. İndi pərdələr bağlıdır. 3 dənə də yataq otağımız var. Qonaq otağını çəkdin, göstərdin. Gəl bura. Bu bir yataq otağı. Bu yataq otağının özünün geniş belə sanuzyolu. Tərtəmiz çiçək kimi. Bir dənə nöqtə, bir dənə belə nəysə ki, burada siz pul qoyacaqsınız, belə bir şey yoxdur. Gördünüz də. Bura ikinci sanuzyoludur. Bu da normal ölçüdədir, balaca deyil. Mən inanıram ki, siz bu videonu görən kimi, videonu bölüşün. Bu videonu görəndən sonra gələcəksiniz bura. Bu ikinci yataq otağımız, genişdir, görürsünüz.
Hamısı qaydasındadır bax. Hamısı öz qaydasındadır. Bir dənə aboyunda cırıq, sökük, nəysə, nöqtə falan heç nə yox. Kommunallər hamısı var, internet xətti var. Və üçüncü yataq otağımız. Bax, belə bir geniş yataq otağımız, hörmətli izləyicilər. Və evimizin, burada baxın, bir dənə qardirobu var ki, kim paltar sevirsə buyursun. Bax, nə qədər istəyirsən bura paltar yığ. Nə qədər istəyirsən ha. Bu otağın da özünün ayrıca hamamla ayaq yolusu. Gəl bura. Deməli, bura qardirobdur, bax belə dolaplardır. Buyur, çək görsət. Bax, bu hissədə də belə bir şifonyer var. Və bura isti pol hamısı. Bura da bax belə bir geniş duş kabinli sanuzelu. Kim alsa Allah xeyir versin, qiymətini qeyd elədim. Şuvalanda əla yerdə 380 minə, təbii ki, aşağı yer olacaq. Əşyaların da bəzi 50% qalacaq. 50% götürüləcək. Baxın da, görün, nəsə bir çırpı var, heç nə yoxdur, tərtəmiz. Hörmətli izləyicilər, zəngimizi gözləyirəm. Zəng eləyin. Bu günə bu qədər, sağ olun, minnətlər.